İlk öncə bunu deyim ki, bu videoda sizlərə deyəcəklərim qətiyyən yatırım tövsiyəsi deyil, sadəcə bildiklərimi sizinlə bölüşürəm. İndi isə keçəyim videomuza. Bu videoda sizlərə balina cüzdanlarını göstərəcəm. Baxın dostlarım, bildiyiniz kimi mən kriptovalyutalar paylaşıram. Yəni ki, sizin görmədiyiniz belə deyim, kriptovalyutalar. Burada keçən dəfə Unibase, təbii ki, VIP kanalımızda paylaşmışdıq. Qiyməti 3 sent civarındaydı. Yəni 3.01 belə deyim də. Və gördüyünüz kimi qiyməti 0.08-də 8-ə qədər yüksəldi. Yəni ortalama 2 qatın üzərində, 2 qat civarında bir xeyir verdi insanlara. Biz bu valyutaları necə tapırıq? Əsas bax söhbət budur. Necə araşdırmalar aparırıq? Bu videoda sizlərə A'dan Z'yə əlimdən gəldiyi qədər bunu çox düzgün bir şəkildə izah etməyə çalışacağam. Videoya keçid etməzdən öncə bu tərz əgər videoların gəlməsini istəyirsinizsə dostlarım, bu videonun bəyəni sayını 200 like-ın üzərində edin. Yəni biləcəm ki, öyrənməyə açıqsınız, yeni videolar, yəni bu tərz videolar istəyirsiniz. İndi isə sözü uzatmadan keçəyim bu proseslərə. Balina cüzdanları necə tapa bilərik? Balina cüzdanları nədir? Balina cüzdanlarını niyə izləməliyik? Balina cüzdanları bizə niyə qazandıra bilər? Həm də böyük X-lar qazandıra bilər. Yəni burada mən sizə sadəcə 2x-lıq, 3x-lıq valyutalar göstərirəm, amma düşünün ki, 100x-lıq, 150x-lıq bəzən valyutalarda balinaların cüzdanlarından tapa bilərsiniz. İlk öncə bunu deyim ki, dostlarım, balinalar İçərdən insight xəbərlər alır. Yəni adamlar bildiyiniz insiderdir. Və adamların yatırımı bir valyutaya 500 min dollar, 1 milyon dollar, 10 milyon dollar, hətta bəzi görəcəksiniz sözünüzdə cüzdanlar araşdırarkən balanslarında 50 milyon, 100 milyon dollar pul olan balinalarda görəcəksiniz. Ancaq bu balinalar ara sıra sürətli şəkildə necə deyim, tez-tez cüzdanlar dəyişir. Burada baxın, Locom Chain səhifəsi var. Bunu düşünün ki, Binance-ın CEO-su da izləyir. Bunu düşünün ki, Erik Trump, yəni ki, Trump'ın oğlu da izləyir bu səhifəni. Yəni burada da bəzən balina cüzdanları paylaşırlar. Ancaq bizim ən rahat tapacağımız balina cüzdanları DEX'dir, yoldaşlar. Yəni baxın, DEX-dən ən əsas da balina cüzdanı axtarışındayıqsa, yəni balinaların, böyük yatırımçıların hansı kriptovalyutalara yatırım etməyini axtarırıqsa, biz nə etməliyik? Təbii ki, ən çox istifadə edəcəyimiz networkləri deyirəm sizə. 1 Ethereum olmalıdır, 2 Base olmalıdır, 3 BNB olmalıdır, 4 isə Solana olmalıdır. Hal-hazırda Base ilə də başlaya bilərik, amma mən indi buradan Ethereum network'ü seçirəm. Gördüyünüz kimi, burada ön sırada olan valyutalardan birinin içinə daxil oluruq və buradan ön sıradan tapacağımız valyutalarda, baxın dostlarım, mən indi sizə göstərəcəm, bunu cümləyə gətirək. Gördüyünüz kimi, baxın, bu hal-hazırda nə qədər 0.007 sentlərdən, bax, bu non-playable coin, bilmirəm, indi belə oxunurmu ya yox, bu valyuta 0.07 sentlərdən qalxıb görün haralara 6 sentin üzərinə. Yəni ortalama mən bunun sizə verdiyi X-i bəlkə də səhv deyirəm. Hardasa bir 200 qatın üzərində bir qazanc verib. Bunu bizdən öncə təbii ki, kəşf edənlər kimlərdir? Buna böyük yatırım edən kimlərdir? Balinalar. Biz hər zaman bir valyutanı ən təpə nöqtələrdə görürük. Çünki niyə? Bizim baxdığımız yerlər nədir? CoinMarketCap-dir və ya bizim baxdığımız yerlər CoinGecko-dur və ya CryptoBubble-dır. Yəni bir şeylər yüksələndə onları görə bilirik. Ancaq sizə göstərəcəyim bu hesablarda necə deyim? Yəni tokenlərin balinalarında, bu tokenlərə yatırım edən balinalarında bazarda olmayan və ya bazarda yüksəlişə başlamamış valyutaları balinaların etdiyi yatırımlar kimi siz də onlarla bərabər yatırım edə bilərsiniz. Yəni mövqe olaraq balinaların yanında dura bilərsiniz. Bax, eynən
indi nümunə olaraq açdıq da bu valyutanın qısaltması da nədir? NPC. Buradan gəlirik bunun gördüyünüz kimi kontrakt adresinə. Bax, bunun üzərinə vururuq və Etherscan açılır. Burada bizə bura lazımdır giriş etmək üçün. Tokenin kontrakt adresi sonu F6 ilə bitir. Bunu açırıq. Buradan da bura giririk. Bilirəm indi biraz qarışıqdır. Burada gördüyünüz kimi dostlarım, holder bölümü var. Bax, əsas söhbət də burada başlayır. Yəni bu işdə mən sizə belə deyim ki, yoldaşlar, həqiqi mənada böyük miqdarlar var, böyük pullar var. Ancaq bu günlərim çox əziyyət çəkməlisiniz. Bu səviyyələrə gələ bilmək üçün, bu kriptovalyutaları anlaya bilmək üçün, insanlar niyə kriptovalyutalara yatırım edir, niyə kriptovalyutalara inanır, bunları başa düşə bilməyiniz üçün təbii ki, nə etməlisiniz? İlk öncə kriptovalyutanı anlamalı və ondan sonra daima və daima axtarışda olmalısınız. Həqiqi mənada deyirəm, bu bazar xəzinə kimi bir yerdir. Baxın, xəzinə. Düşünün ki, uşaqlar, elə bir valyuta satın alarsınız ki, məsəl üçün, indi bəxtəbəxt də olar ki, PP kimi 10 dollarlıq bir valyuta alarsan, əlindəki 10 dollar qalxıb olar 4 milyon, 5 milyon dollar. Nəysə, sözü çox uzatmayalım. Buradan holder bölümünə daxil olduğumuzda görürük ki, müəyyən cüzdanlar var burada. Müəyyən cüzdanlar və ən çox balanslarında pul olan cüzdanlar bizim diqqətimizi cəzb etməlidir. Birja, necə deyim uşaqlar, hesablarına baxmalı deyilik. Məsəl üçün, burada Mexicini görürük, Gateonu görürük, KuCoin'i görürük. Yəni, bu cüzdanları biz yoxlamırıq. Bunlar birja cüzdanlardır. Bizə nədir? Bax, belə sıravi, necə deyim sizlərə, cüzdanlar olmalıdır. Yəni, qarşılarında KuCoin kimi, Bitget kimi, Gateo kimi cüzdan adları yazılmalı deyil. Məsəl üçün, sonu C4. Bax, bu cüzdana daxil olduq. Düzdürmü? Bunun əlində hal-hazırda 457 min dollarlıq bir kriptovalyuta var, non-valyutası var. Ancaq bu cüzdana artıq biz baxdığımızda nəyi dərk edirik? Görürük ki, bu cüzdan bunların özünə aiddir. Yəni, özlərinin cüzdanlarıdır. Yəni, ona görə bu bizim işimizi görərmi? Əlbəttə ki, bizim işimizi görməz. Təkrardan arxaya qaydırıq və başqa cüzdanlar axtarmağa başlayırıq ki, görək balinaların cüzdanlarında hansı valyutalara yatırımlar ediblər. Bax, bunu buna görə göstərdim ki, bax, mən məsəl üçün bu Unibase tokenini hansısa bir balinanın cüzdanından tapmışdım. Başa düşdünüz. Onu tapdım, VIP-də paylaşdım və ortalama 2 qatın üzərində bir xeyir verdi. Nəysə, indi isə daxil olağım buradan, məsəl üçün. Bax, bu sonu 60-la bitən bir valyuta. Görürsünüz, uşaqlar, bax, bunlar, necə deyim sizə, bu işlər, yəni bu şəkildə olur. Bu işlər ciddi vaxt tələb edir. Oturursan, bunları izləyirsən, araşdırırsan, heç kim, yəni durduğu yerdə birdən-birə 100 min, 1 milyon və ya 500 min dollar pul qazanmır. Bunun üçün əziyyət çəkirlər. Yəni, saatlarını, belə deyim, bəzən telefon arxasında, bəzən kompüter arxasında saatlarını, günlərini verirlər. Burada gördüyünüz kimi, bu balinanın cüzdanında 352 min dollarlıq bir non-play, yəni bu baxdığımız valyutadan var və ekstrada Laika adında bir valyutaya yatırım edib. Laika. Daxil olan Laikaya. Laika valyutasının kontraktını buradan açağın. Yəni, valyutaları baxın, bu şəkildə tapıb yoxlayırıq. Hal-hazırda Laikanı görürük. Bir ədədi nə qədər? 7 sentdir. 7 sentdir. Və bunu ilk öncə biz gələk. Dex'ə vuraq adını. Dex'in axtarış yerinə vururuq. Qarşımıza 7 sent olan, baxın, budur. Bu valyutada ancaq bu valyuta ölüb, uşaqlar. Toplamda nə qədər? 111 Ethereum içində pul var. Bax, balinadır ya. Balina buna zamanında yatırım edib, gördüyünüz kimi. Nə qədərə? 2 dollar 32 sentə qədər yüksəlib. Nəysə, bu token bizim işimizə yaramaz. Buradan Laikanı gördük, Laikaya baxdıq və indi isə başqa bir
balina adresinə baxırıq ki, bunu fərqli bu arada cüzdanlarda edirik. İndi bu səfər də A50-yə baxırıq. Bunun da balansında sadəcə və sadəcə 337 min dollarlıq non-playib valyutası varsa, artıq yəni düşünün ki, bu adamların öz cüzdanlarıdır. Buradan sonra 8B olan cüzdana baxırıq. Bunun da balansında sadəcə 320 min dollarlıq gördüyünüz kimi bu token varsa, artıq avtomatik bunu bu şəkildə başa düşməlisiniz ki, proyektin sahibi əlindəki tokenləri öz cüzdanları arasında fərqli cüzdanlar arasında bölüşdürüb. Gəlin indi isə buradan artıq başqa bir valyuta seçəyin Ethereum'da. Buradan Franklin var, SPX var, Techios var. Bu arada Elon Musk'ın cüzdanından çıxmışdı. Mudeng var, Fusaka var, Best var. Məsəl üçün Mudeng. Bunu açarım. Bunu açarım və bunun holderçılar bölümünə daxil olağım. Burada gördüyünüz kimi açdıq bunu və Mudeng'in kontrakt adresini. Bir dəqiqə. XP'ye daxil olmalıyıq biz. XP'ye daxil olduq. Bu da Mudeng'in kontrakt adresi. Buradan təkrardan holderlar bölümünə gəlirik. Məsəl üçün Mudeng'də uşaqlar hansı cüzdanı görürük? Vitalik. Vitalik Buterin'in cüzdanını görürük. Baxın, ikinci yerdədir. Real bu arada Mudeng'dir. Bax, Vitalik Buterin'in cüzdanında, yəni Ethereum'un qurucusunun cüzdanında Mudeng'in necə deyim sizə, valyutasının olduğunu görürük. Mudeng valyutası. Yəni Mudeng valyutasına indi baxın. Gəlin sizə göstərim. Zamanında uçub. Gördüyünüz kimi. Yüzlərlə qat qazanc verib insanlara. Hal-hazırda içində 173 Ethereum var və hətta səhv etmirəmsə bu bir çox birjalarda da listelənib. Bax, kökünə baxdığımızda görürük ki, bunun holderçılarından ən böyük balinalarından biri kimdir? Vitalik Buterin. Yəni Ethereum'un qurucusu. Başa düşdünüz. Bax, bu da Ethereum'un qurucusunun adresidir. Hal-hazırda balansında 22 min dollarlıq Ethereum olsa da, yəni bu düşünün ki, milyardlar bunundur. Hal-hazırda bunun əlində Kyber network var. Prosto uşaqlar. Burada belə bir temada olur. Qoyun mən sizə deyim. Bu axı Ethereum'un qurucusudur. Ethereum'un qurucusu olduğuna görə insanlar buna, token sahibləri buna başlayırlar pul göndərməyə. Başa düşdünüz. Siz də elə bilirsiniz ki, Ethereum'un qurucusu bu tokenlərə yatırım edib. Xeyr, bu o şəkildə də deyil. Bu arada ümumilikdə Vitalik Buterin'in hal-hazırda balansında 2 milyarddır bu yoxsa. 2 milyard 543 milyon 486 min dollarlıq kripto valyuta var. 2 milyard 543 milyon 486 min dollarlıq adamın əlində kripto valyutası var. Onun artıq demirəm, 3 milyonu bizim olsa bütün işimiz həll olunur. Belə, yəni yoldaşlar, bu indi mən sizə bunun yolunu göstərirəm ki, yəni bax, bu şəkildədir. Məsəl üçün Mog coin var. Bunun da buradan holderçılarını açırsınız. Yəni balinaları bu şəkildə oturub, bəzən elə olur ki, bizlər 1000 cüzdana birdən baxırıq. 1000 cüzdanı birdən açırıq, 1000 cüzdana birdən baxırıq. Buradan məsəl üçün bu cüzdanı açaq, sonu F4 ilə bitən. Daxil olaq. Əlində 653 min dollarlıq bu valyutadan var və artıq bilirik ki, bu öz adamlardır. Və ya bunu ən diblərdən tapmaq olur. Məsəl üçün, bu cüzdanın nə qədər? 250 min dollarlıq Mudeng'də yatırımı var. Açaq görək. Sonu 150 ilə bitir. Sadəcə bunun əlində də Mog coin varsa, yəni artıq bilirik ki, bu balina cüzdanı deyil. Balina cüzdanlarının əlində fərqli yoldaşlar, valyutalar olur. İndi bax, buradan 9B'yə daxil olağın. Bunun əlində məsəl üçün, bax, balina cüzdanıdır.
Deməli, ümumilikdə balansında 663 Ethereum var. Yəni bunun da dəyəri 2 milyon dolların üzərindədir və bunda 62 milyard dollar Chainlink-ə bağlı deyə bu. Chainlink-ə bağlı bir hesabdır. 62 milyard dollarlıq da ümumilikdə kripto valyutaları var. Yəni ki, bu hesabda silsilə aid olan hesabdır. Yəni uşaqlar, kripto valyutada belə bir özəlliyi var ki, kim nəyə yatırım edirsə, hamısını networklər arasından axtarıb tapa bilirik. Məsəl üçün, burada bu cüzdanları açmaq səbəbimiz nədir? Burada Chainlink-i görürük, Shiba-nı, Pepe-ni görürük, Ondo-nu görürük. Fərqli valyutaları gördüyümüzdə, bax burada Superi görürük, BEAM-ı görürük. Fərqli valyutaları biz gördüyümüzdə düşünürük ki, yəni onlara balinalarda məsəl üçün də fərqli el olur ki, kripto valyutalar mən görürəm. Və mən avtomatik düşünürəm ki, belə deyim də sizlərə. Balinalar buna əgər yatırım ediblərsə, adamların yəni bir bildiyi var da, bilirlər ki, nəyə görə yatırım edirlər. Bax, bizdə ona görə balina cüzdanlarını hər zaman axtarıb tapmalıyıq. Balina cüzdanlarda ifşa olan kimi başqa bir cüzdana keçirlər, başqa bir cüzdanlara keçid edirlər. Yəni çox bu möhtəşəm bir şeydir uşaqlar. Yəni düşünün ki, bir balina cüzdanı tapırsınız. Bax, burada gəlin məsəl üçün Titanix, Xen, XCN-i bəzən ən diblərdən də tapmaq olur. Blok. Prosto bax, burada əsas diqqət edəcəyimiz şey nədir? FDV dəyərinin yüksək olmağı ki, balinalar onun içərisində qalsın. Oradan da elə bir başqa bir valyuta tapırıq. Məsəl üçün BEST. BEST-ə daxil olaq 31 milyondur. 56 yox, Ethereum var. Bu da işə yaramaz da. Yəni bunda vaxt öldürməyə dəymir. Başqa məsəl üçün hansı valyutalardan var? Rekt. 125 milyon var. Rekt olar. 425 Ethereum'da Pol var. Gördüyünüz kimi. Zamanında da uçub. İndi biz təkrardan XP'nin üzərinə vururuq. Holderçılar bölümünə gəlirik. Bax, burada yeni tokenləri sözümün canında, yəni bu şəkildə tapırıq. İndi bunların hamısını bir-bir yoxlayanda bir də görürsən ki, balina cüzdanı tapırıq və o balinanın əlində fərqli bir valyuta olur. Bunda sadəcə rekt var. Bu da demək, o zaman avtomatik bunu anlayırıq ki, yəni bu kripto valyutanın öz adamının cüzdanıdır və ya özünün cüzdanıdır. Öz cüzdanına 650 min dollarlıq öz tokenindən göndərib də, əslində yəni 650 min dollarlıq o cüzdanın yatırımı yoxdur. Nəysə, gələk burada 326 sonu bitən cüzdana daxil olaq. Bunun da balansında sadəcə rekt var. Yəni bəzən valyutalarında süni hodl artırdığını da bu videoda bu sayədə öyrənmiş oluruq ki, adamlar öz tokenlərini holderçıları çox görüksün deyə necə deyim, bax burada da eyni şeydir. Öz hesabları aralarında bölüşdürürlər. Yəni uşaqlar, burada indi okey, sizə balina cüzdanı göstərə bilmədim. Ancaq Tether, məsəl üçün bax bu Tether. Əlində Tether var. 495 min dollarlıq və 152 min dollarlıq da rekt valyutası alıb. Bax, balina cüzdanıdır. Yatırım etdiyi valyutalarda Mister 2100'dır, Blokdur, Pepe'dir, Pepe, Blok əsas yatırım etdikləri 10 min dollarlıq, 7 min, 4 min. İndi müəyyən balina cüzdanları ancaq siz tapdığınızda qısaca görəcəksiniz ki, yəni o cüzdanların içində məsəl üçün bir valyutaya yatırım eləyib adam, o valyutanı da DEX-dən açırsan da indi hər şeyini yoxlayırsan. Düşün ki 10 milyon dollar o valyutada yatırımı var və ya 1 milyon dollar yatırımı var. O valyuta bazara çıxmadan qabaq, hay-küy gətirmədən qabaq balinalar tərəfdə olub, sən də o valyutanı bu sayədə, yəni ala bilirsən, bu sayədə o valyutaya yatırım edə bilirsən. Başa düşdünüz yoldaşlar? Yəni bu videoda sizə
çatdırmaq istədiyim bu idi ki, həqiqi mənada balina cüzdanları izləyərəkdən yeni valyutalar tapa bilirsiniz və heç kimin tapmadığı valyutaları hamıdan öncə tapıb, hamıdan öncə satın alırsınız. Belə əzan da çəkilir. Videomuz bu qədər idi. Sağ olun, hələlik.